Newcastle deyir ki, sənə 6 qol atdım, gəl bura addım addım. Darmadağın yaratdım, gəl bura addım addım. Bəli, bugün Qarabağ komandası Çempionlar Liqasının playoff mərhələsinin cavab matçı çərçivəsində Newcastle komandasının İngiltərədə qonağı olacaq. Bu oyun öncəsi baş verənlər, açıqlamalar və digər xəbərləri sizin nəzərinizə çatdıracağıq. Amma təkcə bu xəbərlə yox, həm də transfer və ayrılıq xəbərlərindən, xüsusilə eksklüziv bir xəbərlə sizin qarşınıza gəlmişik. Sadəcə videonu sona qədər izləmək, videonu bəyənmək, şərhlər bölümündə fikirlərinizi yazmağı sizdən rica edirik. Kanala abunə deyilsinizsə, abunə olub bildirişləri də açıq tutun ki, bundan sonra paylaşacağımız bütün xəbərlərdən, canlı yayımlardan və videolardan xəbərdar ola biləsiniz. Siz dəstəyinizi əsirgəməyin, mən isə xəbərlərə keçid alım. Xəbərlərə keçməzdən öncə, dəyərli izləyicilər, sizlərdən bir neçə saniyəlik vacib xahişim var. Bu Ramazan günlərində dəstəyinizi bizdən əsirgəməyin. Əziz qardaşlar, dəyərli bacılar, bildiyiniz kimi Mirəy balamız üçün aylardır mübarizə aparırıq. Onu həyatda saxlamaq üçün əlimizdən gələni edirik. Nəyimiz var satmışıq, borclar götürmüşük, amma artıq borc da tapa bilmirik. Ona görə hər birinizdən dəstək olmağı rica edirəm. Ümid edirəm ki, bizi bu çətin günlərdə tək qoymayacaqsınız. Heç bir yaxşılıq əvəzsiz qalmaz. Etdiyiniz yaxşılıqlar inşallah min qatı ilə qarşınıza çıxar. Hər gün sancılar, ağrılar. Yəni bir ata üçün də olduqca ağırdır dəyərli dostlar. Yəni bunu sözlə ifadə etmək mümkün deyil. Sadəcə dəstək olmağınızı rica edirəm. Ümid edirəm ki, tezliklə Mirəy balamızın sağalma xəbərini sizlərə çatdırarıq. Hər birinizdən Allah rızası üçün dəstək olmağı və kömək olmağı rica edirəm. Aşağıda gördüyünüz bank hesabına gücünüz çatan qədər, səxavətiniz yol verən qədər dəstək olun. İnşallah hər şey yaxşı olur. Öncədən dəstək olan hər kəsə təşəkkür edirəm. Allah hər kəsi çətin günlərdən qorusun. Ümid edirəm ki, dəstəyinizi əsirgəməyəcəksiniz. Mən isə xəbərlərə keçid alım. Bir qədər öncə qeyd etdiyim kimi eksklüziv xəbərimiz var. Bir qədər sonra bunu sizin nəzərinizə çatdıracağıq. Amma ondan öncə Elvin Cəfərquliyevlə bağlı xəbəri sizin nəzərinizə çatdırmaq istəyirəm. Forward Az saytı belə bir xəbər yayıb. Biz də bu xəbəri sizin nəzərinizə çatdırmağa özümüzə borc bildik. Hər halda gündəmdə belə bir xəbər var. Elvin Cəfərquliyev yay transfer pəncərəsində Neftçi formasını geyinməyə yaxındır. Forward Azın əldə etdiyi məlumata görə tərəflər arasında ilkin razılaşma artıq əldə olunub. Hazırda Qarabağın şərəfini qoruyan sol cinah müdafiəçisinin yayda ağ-qaralara qoşulacağı gözlənilir. Transfer prosesində Neftçinin kapitanı Emin Mahmudovun da müəyyən rol oynadığı bildirilir. Məlumata görə Mahmudovun futbolçusu ilə söhbəti və tövsiyəsi keçidin reallaşmasına müsbət təsir göstərir. Tərəflər arasında müqavilənin detalları ilə bağlı danışıqların son mərhələdə olduğu, rəsmi açıqlamanın isə mövsüm başa çatdıqdan sonra veriləcəyi gözlənilir. Qeyd edək ki, Elvin Cəfərquliyev 2020-ci ildən Qarabağda çıxış edir. O bu müddət ərzində bütün turnirlər daxil olmaqla 158 oyuna çıxıb və 11 qol vurub. Müdafiəçi komandanın son illərdə qazandığı çempionluqlarda və Avrokubok uğurlarında əsas fiqurlardan biri hesab olunur. Təbii ki, Forward Azın paylaşımıdır dəyərli dostlar bu. Mən də sizin nəzərinizə çatdırdım. Amma mənə o qədər də inandırıcı gəlmədi açığın. Siz də öz fikirlərinizi yazın. Çünki Elvin Cəfərquliyev niyə Qarabağdan Neftçiyə keçsin? O şəkildə keçə bilər ki, Neftçi dəfələrlə çox maaş təklif eləsin Elvinə. Mən düşünürəm ki, Elvin Cəfərquliyev Avropa yolunu tutmaqda daha çox maraqlıdır. Bu bir. İkincisi, Ağdamlı olduğu üçün Qarabağdan Neftçiyə keçməsi, o belə deyək, ən belə vacib məsələlərdən sonra keçə bilər. Yəni, çox yüksək maaş və yaxud çox yüksək hər hansı bir imtiyazdan sonra Elvin Cəfərquliyev Neftçiyə keçə bilər. Bu baxımdan real görmürəm bu söhbəti, amma yenə də gündəmdə belə bir söhbət vardır, sizin nəzərinizə çatdırdım. Gələk bu eksklüziv dediyim məsələyə. Dəyərli dostlar,
Bir futbolçu var, hal-hazırda ekrana gətirdim bunu bu tərəfə gətirək qoyaq tam ortada qalmasın və dəyərli dostlar, bax bu futbolcudan söhbət gedir. Yaxından diqqətlə baxın bu futbolcuya və bu futbolcu Qarabağa keçə bilər. Məsələ belədir ki, bu futbolcu Qarabağa təklif olunub. Futbolçunun adı Leonardo José dos Santos'dur. Leonardo José dos Santos. Bu futbolcu haqqında bir qədər sizləri məlumatlandırmaq istəyirəm. Kimdir bu futbolcu? Dəyərli dostlar, bu haqda bir qədər danışaq və kim təklif edib, necə təklif olunub, bu barədə məlumatı sizin nəzərinizə çatdırım. İlk öncə qeydim ki, Portuqaliya 2-ci liqasında Figueirense komandasında çıxış edir. 700.000 avro dəyərində hal-hazırda transfer dəyəri var. Portuqaliyalı futbolçudur. Panela şəhərində doğulub. 26 yaşı var. 1,77 m boyu var. Sol cinah vingeridir və yaxud sol cinah uzunçusudur. Sağ cinahda da çıxış edə bilir. Və qeyd edim ki, bu futbolçu hal-hazırda karyerasının demək olar ki, zirvəsindədir. Vaxtı ikən deyəndə ötən mövsüm bu futbolçunun transfer dəyəri 750.000-ə qədər yüksəlib. Bu il 700.000-ə düşüb. Yəni Qarabağa çox fayda verə biləcək futbolçudur düşünürəm. Çünki sol cinahda artıq Abdullah Zubir yaşlanıb, onu əvəz edəcək yaxşı bir futbolçu lazımdır. Düzdür, deyə bilərsiniz, Qarabağın sol cinahı üçün müəyyən futbolçuları var. Məsələn, Addayını deyə bilərsiniz, amma Adday fiziki möhkəm futbolçudur. Taktiki üstünlükləri olan futbolçu da mütləq lazımdır. Zubir kimi bir futbolçu da lazımdır ki, bu futbolçu da bax belə keçidlər, driblinqlər və rəqib müdafiəsini öz üzərinə çəkə bilən bir futbolçudur bu. Zubirdə bilirsiniz, adətən rəqib futbolçuları üzərinə çəkir, daha sonra ötürmə verir və o zaman Qarabağın digər futbolçuların fərqlənməsi daha rahat olur. Bu baxımdan düşünürəm ki, bu futbolçu Qarabağa fayda verə biləcək futbolçudur. Siz nə düşünürsünüz? Bu futbolçunu Qarabağ transfer etsə fayda ala bilərmi, faydalı ola bilərmi bu futbolçu? Bu barədə fikirlərinizi yazın. Dəyərli dostlar, bir də Derik Lakerta var idi. Bizim son günlər çox danışıq bunu, məsələni. Qapımızın ağzından Baltika elə bil uğurladı. Əslində burada menecer bir oyun oynadı. Həm Qarabağa təklif eləmişdi, Qarabağla artıq razılıq əldə olunmuşdu. Amma daha sonra Derik Lakerta deməli Baltikaya da təklif elədi menecer və Baltika komandası da daha yüksək məbləğ təklif elədi Derik Lakertaya. Amma Derik Lakerta yenə Qarabağa gəlməkdə niyyətli idi. Çünki Qarabağ komandası Avrokuboklarda çıxış edir və Derik Lakerta da istəyirdi ki, Qarabağla növbəti mövsümdə də Çempionlar Liqasında və yaxud Avropa Liqasında çıxış eləsin. Baltika saqqızını necə uğurladı bu futbolçunun? Buna dedilər ki, sən yaya qədər bizdə icarə əsasında oyna, Qarabağda alacağın puldan 2 qat artığını bizdə alacaqsan. Yayda əgər Rusiya klubları Avrokuboklara buraxılarsa, Baltikada əgər Avrokuboklara vəsiqə qazanarsa, o zaman bizimlə müqavilə imzalayarsan, davam edərək. Yox, əgər Rusiya klubları Avrokuboklara buraxılmasa, icarədən qayıdan kimi Qarabağla yenidən müqavilə və yaxud başqa klubla müqavilə bağlaya bilərsən istədiyin klubuna. Derik Lakerta da fikirləşdi ki, yəni Rusiya klubu, Rusiya çempionatında yer tutub Avrokuboklara vəsiqə qazanmış komanda ilə çıxış etmək bəlkə də daha irəliyə apara bilər. Belə fikirləşdi. Eyni zamanda əgər bu baş tutmazsa Qarabağa keçmək imkanı var. Bütün bunları nəzərə aldı və daha çox pul qazanmağı nəzərə alıb 6 aylıq icarə müqaviləsi bağladılar deməli və Derik Lakerta keçdi Baltika komandasına. İndi Rus klubları buraxılacaqmı Avrokuboklara? Bu sual altındadır. Çox güman ki, yenə də buraxılmayacaq. Buraxılmasa artıq Derik Lakerta məcburdur ki, Qarabağla danışıqları davam etdirsin və Qarabağa gəlsin. Digər tərəfdən Rus klubları buraxıldığı halda Baltika ilk dördlükdə yer ala biləcəkmi? Burada qeyd edim ki, Baltika hal-hazırda 5-ci pillədədir, amma özündən öncəki 4 komandadan cəmi 1-2 xal fərqlə geridə qalır. Liderdən hətta 5 xal cəmi fərqlə geridə qalır.
Ona görə Baltikanın da Avrokuboklara vəsiqə qazanmaq şansı yüksəkdir. Əgər Rus klubları buraxılsa, çox güman ki, Baltikada o sırada olacaq. Yəni biz arzu etməliyik ki, Baltika Avrokuboklara buraxılmasın, dəyərli dostlar. Təbii ki, Qarabağ komandasında Derik Laperta ilə danışıqlar davam edir. Yayda onu transfer etmək istəyirlər, amma bununla yanaşı Samba Osmano variantı da hələ də qüvvədədir, dəyərli dostlar. Bunu da sizin nəzərinizə çatdırım. Lorient komandasının 4 milyon dəyərində olan bu futbolçusu Qarabağın əsas hədəflərindən biridir və ola bilsin ki, bu futbolçu da yayda Qarabağın sırasına qoşulsun. Ya Derik Laperta, ya Samba Osmano, ya da hər ikisi. Bu futbolçular Qarabağın düşərgəsinə qoşula bilər. Qarabağın baş məşqçisi Qurban Qurbanov da komandanın heyətinin sayının artırılması və gücləndirilməsi məqsədi ilə bu il çox saylı transferlərin olunacağını vurğuladı. Ayrı-ayrı mövqelər. Dedi ki, bütün mövqelərə futbolçu axtarırıq, danışıqlar gedir, dəyərli dostlar. Amma hal-hazırda Qarabağda çox ciddi problemlər var. Müdafiə xəttində Bəhlul Mustafazadə zədələndi və biz düşünürdük ki, Kevin Medina ilə yanaşı məhz biz Sami Emameni görə bilərik. Amma maraqlıdır ki, Sami Emame də göndərildi Qarabağdan, əsas heyətdən. Hara göndərildi? Sami Emame göndərildi əvəzedici heyətə. Və Qurban Qurbanov bildirir ki, idman intizam qaydalarını pozduğuna görə Sami Emame əsas heyətdən kənarlaşdırılıb. Yəni Newcastle maçda da və daha sonra sabahla yayınki maçda da biz Sami Emameni görməyəcəyik. Bəs Qarabağın mərkəz müdafiəçisi kim olacaq? Yeganə müdafiəçisi Bəhlul Mustafazadə qalıb. Mən düşünürəm ki, Newcastle oyunda 5-li müdafiəyə keçəcək yəqin ki, Qarabağ komandası. Sol cinahdan Elvin və Tural, mərkəzdə Bəhlul, sağ cinahda isə Mateusz Silva və Abbas Hüseynov. Burada təbii ki, Tural və Mateusz Silva Bəhlulun sağ solunda, cinahlarda isə deməli Abbasla bu tərəfdə də Elvini görə bilərik. Bax, belə bir fərqli bir düzülüşlə Qarabağ bir yoxlanış eləyəcək hər halda bu oyunda. Çünki Newcastle-la oyunun ikinci hissəsində 5-li müdafiəyə keçmişdi və o birinci hissədən daha uğurlu alınmışdı. Bədavi Hüseynovu buraxmışdı, orada da Sami Emameni buraxmamışdı meydana. Bəli, Sami Emameni getdi və Qarabağ komandasının müdafiə xətti bu dəqiqə bərbad haldadır. Mütləq mərkəz müdafiəçisi transferi vacibdir. Bunu da sizin nəzərinizə çatdırım. Qurban Qurbanov da qeyd elədi ki, transferlər mütləq olacaq. Dəyərli dostlar, Qarabağ gecə yola düşdü. Uğurlar diləyirik biz də Qarabağ komandasına. Qeyd edim ki, Qarabağ komandası İngiltərənin Newcastle komandası ilə qarşı-qarşıya gələcək playoff mərhələsinin cavab maçında yerli vaxtla saat 21:00-da, Bakı vaxtı ilə 24-dən 25-ə keçən gecə 00:00 radələrində Newcastle Qarabağ maçı start götürəcək, dəyərli dostlar. Uğurlar diləyirik. Ümid edirəm ki, Qarabağ komandası qələbə qazana bilər. Təbii ki, bugün canlı yayımlarımız olacaq və inşallah ki, canlı yayımı izləsəz, bizimlə birgə olsaq, çox maraqlı məlumatları almış olacaqsınız və canlı yayımda inşallah sizlər üçün oyunu şərh edəcəyik. Dəyərli dostlar, Qurban Qurbanov oyun öncəsi bir sıra açıqlamalar verib, transferlərlə bağlı danışdım, açıqlamalarını dedim, nəzərinizə çatdırdım. O, Bəhlul Mustafazadənin vəziyyəti ilə bağlı bildirib ki, ən azı 3 ay yaşlı meydanlardan kənarda olacaq. Sami Emame əvəzedici heyətə göndərilib. Turalın gülməsi ilə bağlı jurnalistin gülünc sualına da cavab verib. O bildirib ki, ola bilər hər hansı epizoddan, həmin epizoddan öncə hər hansı söhbətləri olub arasında danışanda gülümsüyüblər. Burada bu pişiriləcək bir şey yoxdur. Kimə nə lazımdırsa deyilib. Hər kəsə müəyyən iradlar bildirilib. Amma mən deyərdim ki, Turala burada ümumiyyətlə irad bildirmək lazım deyil. Qardaş, 45-ci dəqiqədə komanda 4-0 uzur, bu da 5-0. Təbii ki, vəziyyət gülməli deyil, sevindirici deyil. Amma insan duyğularla yaşayır və gülə də bilər, ağlaya da bilər və epizod olaraq ani nəyəsə gülə bilər insan. Hətta yəni insan doğmalarını itirəndə belə yas mərasimində ani olaraq nəyəsə, ani bir epizoda gülərək reaksiya verə bilir. Dəfələrlə bunu şahidi olmuşuq.
Hətta bir maçda uduzmaq bir doğmanı itirməkdən ağır bir şey deyil. Yəni absurd bir variantla düşdülər Turalın üstünə. Turaldan daha bərk gülən Hikmət Cəbrayılzadə idi, səhv eləmirəmsə adı. Gənc futbolçu haqqında danışan yoxdur ümumiyyətlə. Niyə Turalın üstünə düşüblər? Mənə maraqlıdır. Belə Nərimanı hədəfə qoydular. Nərimanı artıq küstürdülər, Qarabağdan çıxdı, getdi. İndi düşmüsü desəm Turalın üstünə. Buraxın belə boş işləri, qoy futbolçular işlərini görsünlər. Əgər günahkar axtarırsınızsa, Qarabağın Newcastle böyük hesabla məğlubiyyətindən bu Tural deyildi. Ümumiyyətlə futbolçular deyildi. Günahkarı, günah keçisini daha yuxarıda axtarın. Hansı ki, transfer etməyən prezident və yaxud digər vacib şəxslər arasında axtarın. Bu da belə. Johnny Montiel məsələsinə gələk. Johnny Montiel dəyərli dostlar açıqlama verib, bildirib ki, çox güclü rəqibə qarşı oynayacağıq, amma mümkün qədər hazırlaşdıq və bu oyundan yaxşı oyun və yaxşı nəticə ilə dönmək istəyirik deyib. Dəyərli dostlar, rəqib komandanın baş məşqçisi Eddie Howe görünür ilk oyundan çox belə zövq alıb. Bu bildirib ki, mövsümdə ən yaxşı oyunumuzu keçirdik Qarabağa qarşı oyunda. Ən möhtəşəm oyunumuz oldu. Bu tempi davam etdirmək istəyirik. Düzdür, Manchester City'yə daha sonra uduzduq, amma həmin tempi saxlaya bildik. Həmin templə Qarabağla cavab qarşılaşmasına çıxacağıq və yenə qələbə qazanacağımıza inanıram. Nəinki Qarabağ, bütün Çempionlar Liqasına çıxış edən klublar bizim əzizi gücümüzü hiss edəcəklər deyib Eddie Howe. Və rəqibin futbolçusu Jacob Murphy xüsusilə Johnny Montiel'i Qarabağın düşərgəsində fərqləndirib. Bildirib ki, o təhlükəli futbolçudur, müdafiənin arxasına sızmağı bacarır. Amma Qarabağdan güclü olduqlarını vurğulayıb və qələbəyə inandıqlarını bildirib bir daha. Dəyərli dostlar, siz nə düşünürsünüz? Bu görüşlər kim qələbə qazanacaq? Newcastle yoxsa Qarabağ? Fikirlərinizi yazın. Bilin ki, oyun St. James Parkda baş tutacaq. Təqribən 53 min azarkeş qarşısında. Qarabağın da çox sayılı tərəfdarları, azarkeşləri məhz oyunu izləyəcəklər. Bugün stadiondan birbaşa. Siz də canlı yayında bizimlə bərabər izləyəcəksiniz. Ona görə də abunə olun, bildirişi açıq tutun. Növbəti videoda görüşmək ümidi ilə hələlik.